Deməli, put this box, yəni qoy deyirsə, stolun içinə olmaz, stoldan olmaz, stolun altına olar da, yəni. Stolun içinə qoy, onu təhlükəsiz etmək üçün. Yəni, əslində burada stolun içinə də qoy, biraz məna ilə uyğun gələ bilərdi, amma bəzi stollarda içi var da, yəni, ola bilərdi, yəni. Ortası bilək ki, boş olan stollar var. Amma, yəni, altına qoy, yəni, ən uyğunu olur. He moved here, o bura köçdü. From another city, başqa şəhərdən. Başqa şəhərdən, from. Başqa şəhərdən. Daha sonra, it was impossible, bu mümkünsüzdür. For me to arrive home at 4 o'clock. Yəni, onsuz da saatlə ət işlənməlidir. Ət işlənən variantlara baxdığımızda 2 variant var. With me olmaz da, for me olar. Cavab olur nə? Mənim üçün imkansızdır evə saat 4-də çatmaq. The kitchen was filled with ifadədir. Filled with smoke. Nədir orada? Tüstü ilə doldu. Mən görə bilmirdim heç nəyi. Tüstünün içərisində, tüstüdə, dumanda, qarda, yağışda, küləkli havada, hava ilə əlaqə olan şeylərdə işlədik. Sonra o he works late, o gec vaxta qədər işlədi. At night, when the house is quiet, yəni gec vaxta qədər işlədi. Cavab olur nə? At. Late for var bir də ifadə olaraq. Adam fikirləşir ki, late-dən for işlənər burada. Amma late for harasa gecikmək mənasında olur. Məsələn, late for the lesson, dərsə gecikdi. Və yaxud da late for the meeting, görüşə və yaxud da iclasa gecikdi. Yəni, orada for olar, nəyəsə gecikmək mənasında. Amma burada axşama gecikdi olmur da. Axşam gec saata qədər işlədi. The treasure had been hidden, yəni xəzinə gizlədilmişdi. Böyük ağacın altında andı altında for more than a century. Since niyə olmur? Çünki orada müddət var. Since vaxtın başlanğıcı üçün istifadə olunur. For isə keçən müddət üçün istifadə olunur. Sonra the smell of bread, fresh bread, nədir orada? Təzə çörəyin qoxusu mətbəxi bürümüşdü. The kids are playing on the swing. Swing yerlənəcəkdir də. Harda? The playground. The kids are playing on the swing at playground. At the playground. Oyun meydançasında. Başqa variant yoxdur, onsuz da yer olan variant yoxdur. In the playground. At the playground verir. Onsuz da başqa variant yoxdur, onsuz da yer olan. Here, he didn't realize how late it was till midnight. Gecə yarısına qədər. He didn't realize how late it was till midnight. Gecə yarısına qədər necə də gec idi. Pete was in trouble and he couldn't rely on ifadədir. Rely on ifadədir. Etibar etmək. Rely upon ifadəsi var. Belə ifadə var. Yəni kiməsə etibar etmək. A young lady with a baby. With-in mənası ilə deməkdir, lılı deməkdir. Uşaqlı qadın, əlində uşaq olan qadın gəldi otağın içinə. Into içinə. Gəldi otağın içinə. Into. Sonra I whipped the dust. Mən tozu sildim. Dust off old book. Yəni köhnə kitabın tozunu sildim. I whipped the dust off. Whip dust off. O bir dənə food o sildiyin yərikdir. Burada yərik deyil də. Whip the dust off. Kənara elətdim də yəni. Whip off. Yəni kənara sildim, apardım yəni. İfadədir, bəli. Whip off. Yəni kənara silib apardım yəni. Daha sonra 13-də the teams
The team's hard work. The project was finished ahead of the schedule. Nədir orada? Əvvəlcə ikinci tərəf oxuyuruq. Çünki boşluq birinci tərəfdə olanda əvvəlcə ikinci tərəf oxuyuruq. Nədir orada? Nə deyir? Proyekt, layihə cədvəlin ən başlanğıcında nədir? Bitirildi. As a result of hard work, yəni gərgin işin sayəsində, gərgin iş nəticəsi olaraq. The town now has cleaned air. Nədir orada? Sticker environmental policy. The town now has cleaner air. Nə deyir? Şəhərin havası indi təmizdir. Sticker nə demək? Ciddi ətraf mühit siyasəti nəticəsi olaraq, siyasətinə görə, because of. As a result of, onsuz da yoxdur ofu. Diyonun tusu yoxdur. Burada da because of. Yəni ona görə. The vase fell and broke. Nədir orada? Vaz düşdü və qırıldı. Hara? On the floor. Döşəmənin üzərinə. It was very hot to sit. Çox istidir. Harada oturmaq? Günəşli havada oturmaq. In the sun. And we spread the tablecloth in the shade of big tree. Yəni orada olacaq in of. Yəni in the sun, in the rain ifadələrdir bunlar. In the sun, in the rain ifadələrdir. Ona görə birincidə oldu in. Sonra if the traveler leave, dawn sözü ilə at işlənirdi. At dawn ya da before dawn ola bilərdi. Məsəl üçün at dawn ya da before dawn ola bilərdi. They will reach the top morning. Morningdən də in. İndi məsələn burada variantlarda olsaydı, məsəl üçün variantlarda olsaydı, məsələn at dawn before morning, before dawn in the morning. Yəni bunlar da ola bilərdi. Sadəcə məsələn dawnla in işlənmir, belə tuta bilərdiniz. Sonra morninglə on işlənə bilmir, morninglə at işlənə bilmir ikinci tərəfə görə. Sonra to the morning olmur da, yəni at the morning. Ya in the morning üzr istəyirəm, in the morning. Sonra I found a letter hidden. Mən tapdım məktubu, gizlənmiş məktubu. Sonra an old box, yəni böyük qutunun arasında, içində my grandmother's house. At my grandmother's house, yəni mənim nənə babamın evində. Evlə də ət işlənəcəkdir. Sonra pay ilə for işlənir. Pay for. Pay for nəyəsə görə ödəmək, nəsə üçün ödəmək. Pay for. Nəsə üçün ödəmək deməkdir. Pay ilə for işlənir. Sonra each of us. Each of us nə demək? Bizim hər birimiz. Each ilə də of işlənir. Sonra the museum has been closed. Muzey bağlanıb, yəni bağlanıb. Renovation nə deməkdir? Yenilənməyə görə, yenilənmə üçün. For. Due'nun niyə olmadığını deyirik. Due'nun çünki tusu yoxdur. Due to ola bilərdi, amma məna cəhətdən tusu yoxdur. One of the greatest mystery. One of, in. Yəni böyük sirlərdən biri. Nəyin? Təbiətin böyük sirlərindən biri. Of, burada da of olacaq. Təbiətin böyük sirlərindən biri nədir? Quşların köçməsidir. Migration, köçməsi. Sonra, yəni one of məlum məsələdir. Burada da yiyəlikdir. Mysteries of nature, təbiətin möcüzəsi, təbiətin möcüzələrindən biri. The streets were unusually quiet due to national holiday. Yəni nə deyir? Baxmayın, o despite olar, due to olmaz. Deyir ki, küçə gözlənilməz dərəcədə sakit idi, milli bayrama baxmayaraq. Yəni orada əslində ikisi də mənaca uyğun gəlir də. Yəni milli bayrama baxmayaraq küçə sakit idi. Milli bayrama görə küçə sakit idi. Yəni milli bayrama görə küçə sakit idi. Belə düşünə bilərik ki, milli bayramdır, heç kəs küçəyə çıxmayıb, hamı evində qalıb, məsəl üçün. Belə düşünə bilərdik. Və yaxud da milli bayramdır, əslində hamı küçədə olmalı idi bayramı qeyd etmək üçün, amma çıxmayıblar. İki mənada düşünmək olar əslində. Unusually quiet nə deyir orada? Yəni gözlənilməz dərəcədə, yəni əslində elə küçə gözlənilməz dərəcədə sakit idi, milli bayrama baxmayaraq. Adam o daha uyğun gəlir. Despite daha uyğun gəlir. Cavab A veriblər. Cavab A verib. Deməli, yəni A-dan sağ B daha uyğundur. Çünki unusually gözlənilməz dərəcədə əslində gözlənilirdi ki, sakit olmaz. Gözlənilməz dərəcədə sakit idi, milli bayrama baxmayaraq. Milli bayrama görə. Milli bayrama görə gözlənilməz dərəcədə sakitdir. Yəni
İndi burada yenə deyirəm, indi onları düz çıxartmaq üçün belə demək olardı ki, yəni əslində küçə sakit olmamalıydı, amma sakit oldu. Bu bir belə düşünə bilərik. Əslində küçə sakit olmalıydı. O da unusual var, orada yenə uyğun gəlmir. Yəni despite daha uyğun. The village lay peacefully, blanket of snow. Blanket nədir? Yorğan. Aha, blanket of snow. Under the blanket of snow. Yəni qarın nədir? Ya qar yorğanın altında özünü necə çox belə gözəl, peacefully, yəni orada sakit, gözəl, qəşəng mənasında da. Yəni orada sülhlə sakit mənasında qısaca, dinc, sakit. Sonra the color of the sky changed as the sun set. The color of the sky, yəni səmanın rəngi changed as the sun set. Günəş batdığına görə the color of the sky, səmanın rəngi. Every year millions of, thousands of, hundreds of, bunlar ifadə veririk ki, say mövzusundan. Millions of, birinci of'u tapdıqsa cavabı tapırıq da. Move to, köçmək. Sonra several roads in the city were flooded. Flooded nə deməkdir? Daşmaq. Several roads in the city were flooded. Yəni daşqın var idi. Yəni daşırdı küçələrdəki sular. Güclü yağışa görə. Görə nədir? As a result of. Güclü yağışın nəticəsi olaraq. Burada despite and in spite of baxmayaraq ki, əlaqəsi. Asıl bilmirəm. Yəni bizə niyə yazdı onu bilmirəm. I have been waiting here. Mən burada gözləyirəm. Bitmiş zamandı görürsünüz. Bitmiş zamandı saat 8-dən bəri since. İndi burada for olması üçün necə olması lazım idi? 8 hours olardı. Yəni 8 saat müddətində olsaydı bunda for olardı. Amma burada saat 8-dən bəri dediyinə görə olur nə? Since. Daha sonra they have spoken to each other. They have spoken to each other. Since the argument, yəni burada da nə deyir? Mübahisədən bəri onlar bir-birlərə danışmıyorlar. Yəni since-dan bəri bitmiş zamandır. A lot of migrants came, çoxlu miqrantlar gəlmişdi Amerikaya müxtəlif ölkələrdən to from. Yəni 2 dənə yer vardı orada. Enter-dan sonra sözün işlənmir. Birincidə boşluğu olan variantı tapsaz. Surprise-dan da ət işlənir. Surprise at. Təəccüblənmək. Sonra deyir ki, his name was mentioned several times in the article I read yesterday. Yəni məqalədə onun adı bir neçə dəfə vurğulanmışdı. Məqalədə, mən dünən oxuduğum məqalədə. Yəni in the article-da, məqalənin içində. Sonra it's necessary to make relation with ifadədir. Make relation with kimləsə əlaqə qurmaq. With the country which take interest in, yəni maraqlanmaq. To be interested in də var, take interest in, yəni maraqlanmaq yəni mənasında. Layihələrlə maraqlanmaq. Sonra the flight was delayed, nə deyir? Uçuş ləğv edilmişdi, təxirə salınmışdı. Güclü dumana görə. Görə nədir? Due to. Despite baxmayaraq ki, bəli. Since məsəl üçün, since-in də məsəl çünki mənası var, amma since niyə uyğun gəlmədi? Çünki cümlə gəlməyib. Ondan sonra nə gəlib? Ondan sonra ifadə gəlib, cümlə gəlməyib. Burada bayaqki ifadəyə oxşayır. Variantlara baxmadan eləyə bilərik. Contact with, interested in. Yəni varianta baxmadan eləyə bilərik. Bayaqki o sualın relation with ifadəsi, take interest in olan. Contact with, interested in. With in olan variant tapacağıq. O da variant olaraq C variantındaymış. Deməli, növbətidə deyir ki, the boy were all sitting. Oğlanlar hamısı oturmuşdular. Stolun among olmalı. Çünki amongdan sonra cəm isim gəlməlidir. Sonra John oturmuşdu qardaşının yanında. Next to. Amongdan sonra yenə cəm isim gəlməli idi. Between-dən sonra yenə cəm isim gəlməlidir. Brother təkdir, table təkdir. Ona görə amongla between olan variantlara çıxırıq. Çünki onlardan sonra cəm isim gəlir.
Sonra sit off the table olmur, at the table olur. At the table stolun yanında oturmaq. Amma chair olsaydı on the chair. Biz stolun üzərində otururuq, amma stolun yanında. Around the table da ola bilər, amma at the table. We are sitting at the table. Biz stolun yanında otururuq, amma stolun üzərində. Ted doesn't go in for sport on Sunday. He visit sözü, visit answer sözü, feil kimi işləndiyində söz önü işlənmir. İsim kimi işləndə visitdən sonra söz önü işlənir. Ona görə ikincidə olacaq boşluq. İkincidə boşluq olan variantı tapdıq. Sunday ilə də in olmalı, çünki həftənin günləri ilə 10 olur. Cavab olur A variantı. The post office is on the second floor. Mərtəbələrlə 10 işlənir. Floor of the building. Binanın ikinci mərtəbəsində. Binanın ikinci mərtəbəsində. On in nədir? Ofdur. Əslində 10 in də ola bilərdi variantda. Yəni ikinci mərtəbədə binada, yəni belə laf, amma tam düzgünü belə daha yaxşı düzgün çıxır. Binanın ikinci mərtəbəsində. Sonra you must stay, sən qalmalısan evdə. Evdə nə olur? At home. Sonra go'dan sonra nə gəlməlidir? To. Go-dan da to. Yatağa getmək. Sonra the town has grown a lot. Has bitmiş zamanı gördüyümüz kimi. Düzdürmü? Bitmiş zamandır. A lot of olmur. Çünki niyə görə? Onsuz da variantda yoxdur. Amma niyə olmur? Çünki a lot ilə a lot of'un fərqini biz bilirik ki, a lot zərf kimidir? A lot of kəmiyyət bildirən sözdür. A lot of'dan sonra isim gəlməlidir. A lot isə nəyə aiddir? Feilə aiddir. Burada da yəni böyüməyə aid olduğuna görə a lotdur. Of'a ehtiyac yoxdur. İndi burada da bitmiş zaman olduğuna görə nə işlətməliyik? Since. Yəni axırıncı böyük festival, əsas festivaldan bəri. Burada da by var. Məsələn, books written by Mark Twain. Mark Twain tərəfindən yazılmış kitab by. Yəni burada by'dır. Ona görə birincidə by'ı tapdınsa, in the library, kitabxanada. Books by Mark Twain və yaxud da picture by Tahir Salahov. Yəni Tahir Salahov tərəfindən çəkilmiş şəkil və s. From the library. Yox, sənin var deyə kitabxananda. Kitabxanamdan var olmur, kitabxanamda var. Sonra I wrote letter, mən məktub yazdım to my friend, dostuma on Saturday. Yəni cavab oldu D. Həftənin gündən 10 işlənir. Pieces of fresh vegetable increased as a result of prolonged drought. Drought nə idi? Yəni quraqlığın nəticəsi olaraq. Yəni qiymətləri qalxdı, tərəvəzlərin qiyməti qalxdı, quraqlığın nəticəsi olaraq. Many people, yəni nəticəsi olaraq as a result of. Many people became ill as a result of drinking contaminated water. Nədir? Çirklənmiş suyu içməyin nəticəsi olaraq çoxlu insanlar nədir? Xəstələndi. As a result of. My father took me, mənim atam mənə apardı. Bax, burada carla, by cardır da, məlum məsələdir. Minik vasitələri ilə biz bilirik ki, məsələn, by car. Amma in a car olur da, məsəl üçün, article olsa, in a car, in his car, təyinləyici onda in işlənir. Olmayanda by işlənir. Onsuz da ikinci dərəcədə by işlənən variantı tuturuq da. Take apardı, dayanacağa, dayanacaqda apardı deməkdir, dayanacağa to olmalı. Daha sonra, the company is currently investigation for fraud. Nədir orada? The company is currently under investigation for fraud. Yəni nədir orada? Şirkət nədir orada? Axtarış, yəni o tədqiqat altındadır. Tədqiqatda deməkdir burada. Fırıldaqçılığın araşdırılması, fırıldaqçılıq üçün araşdırma altında. Yəni fraud nə idi? Fırıldaqçılıq. The company is currently, yəni son zamanda, yəni bu dəqiqələrdə şirkət fırıldaqçılıq üçün araşdırılma altındadır. In the investigation. Araşdırmadadır, araşdırma altındadır. Yəni təxminən eyni şey çıxır, amma under the investigation nədir? Araşdırma altındadır. The
They danced and laughed. Nedir? Onlar rəqs etdilər və güldülər. The early hours of the morning. Yəni səhərin erkən saatlarına kimi. Till. Mühim, məni çaşdırma. I usually watch. Cavab bilirsənsə denə, yox çaşdırma. I usually watch. Mən adətən watch. Watch'dan sonra nə işlənir? Heç bir şey. Sonra tell me what's on TV in the evening. Baxın, watch'dan sonra sözün işlənmir. Məsələn, bax, belə bir dənə şeyi qarışdırmayın. Yəni, biz bilirik ki, TV-nin 10 işlənir, düzdürmü? Amma burada niyə işlənmədi? Məsələn, deyirəm ki, I watched boşluq TV. Bir də deyirəm ki, I watched the movie on TV. Niyə burada 10 işləndi? Burada watch'a görə işlənməyib. Watch'a görə boşluqdur. Mən filmə baxdım televizorda. Amma burada mən televizorda baxdım deyəməsən, axı birinci cümlə. Televizora baxdım deyərsən, onda da to işləmir boşluq. Ona görə birincidə boşluq. Go-dan sonra home gələndə bilirik ki, boşluq olur. Go home. Birincidə boşluq olan variantı tapdınsa, tired-la da off işlənir. To be tired of. Yorğun olmaq deməkdir. To be tired of. He managed to finish his homework. Nədir orada? All the distractions around him. Yəni ətrafındakı bütün çətinliklərə baxmayaraq. Despite nə idi? Baxmayaraq. Yəni burada due to ilə because of əslində sinonimdir. Yəni ətrafındakı bütün çətinliklərə baxmayaraq nə elədi? O ev tapşırığını bitirdi. Sonra the bridge collapsed. Collapse nə deməkdir? Hə? Collapse, the weight of the heavy truck. Yəni collapse dağılmaq. Yəni körpü dağıldı, ağır yüklü yük maşınının yükünə görə də, yəni nəticəsi olaraq because of. Sonra she is interested in ifadədir. Interested in D variantı. Sonra go-dan sonra nə gələcək? Go to by bus. Busla da by bus idi, onu da bilirik. Go ilə də nə olmalıdır? To. Minik vasitələri ilə bayaq dedik ki, by olur da. Sonra the library is located in the city center. Şəhərin mərkəzində. In the city center. Mərkəzə nə işlənir? In. Sonra there is a beautiful view of the mountains from here. Bir dənə f ilə. Yəni dağların görünüşü, dağların gözəl görünüşü. Yəni yiyəlik məzmunudur, dağların görünüşü. Sonra the label peeled. Peel nə deməkdir? Soyulmaq. Label nə deməkdir? Label etiket də etiket. Etiket soyuldu. Nə deyir? After getting wet. Peeled off olar da, ha? Peel off. Soyulmaq. Yəni kənara, off'un mənası adətən kənara olmaq yəni mənasını işləndə. Peel off, whip off, yəni orada kənara, məsələn, bayaq dedik, tozlar whip off oldu, yəni silindi, kənara getdi. Yəni orada da peel off, yəni kənara soyulmaq yəni mənasında. Burada da carla, məsəl üçün necə olmalıdır? By car ya da in a car olmalıydı, təyin edici varsa. On foot idi ifadə olaraq. By taxi idi. By ship idi. Qaldı cavab nə? By plane. Minik vasitələrin qaydası o idi ki, minik vasitələrində necə idi? Məsələn, deyək ki, by bus, necə deyirdik? On a və yaxud da z bus. Bütün minik vasitələrində belə idi. Carla taxidə isə by car, by taxi necə olurdu? In a car, in a taxi. Da belə idi. Minik vasitələrlə by işlənirdi, təyin edici olanda on işlənirdi. Bir dənə carla taxidə təyin edici olanda in işlənirdi. Piyada olanda da 10 foot olurdu. 10 foot olmurdu, yəni 10 foot. Sonra burada da yenə eyni söhbətdir. By car olmalıydı, by train olmalıydı, 10 foot olmalıydı, by tram olmalıydı, bir dənə by bus. Sonra there is a funny video trending on the social media. On the social media. Sosyal medyada. Social media ilə on the social media right now. The meeting will start, yəni görüş başlayacaq.
Exactly 10 o'clock. Yəni saatdır da. Saatla nə olmalıdır? At. 10 o'clock saatdır. Exactly nə demək? Tam, dəqiq saat. Onda. There was a large crowd. Yəni at the concert. Konsertlə nə işlənirdi? At. Konsertdə, partidə, iclasda demişdik ki, bunlar hadisələrin baş verdiyi yerlərdir. Konsert deyə bir yer yoxdur, iclas deyə bir yer yoxdur. Bunlar hadisələrin baş verdiyi yerlər elə adlandırmışdım. Onların hamısı nə işlədirdi? At the concert, at the party və s. To be thankful to somebody for something. To be thankful to somebody for something. To be grateful to somebody for something. To ilə for olan variant hansıdır? B variantıdır. Worry ilə nə işlənir? Worry about. Worry about nə deməkdir? Nəyəsə görə narahat olmaq. Complain ilə nə işlənir? Complain ilə uşaqlar həm about işlənir, həm də complain of işlənir. Yox. Complain of, məsələn deyək ki, I am complaining of headache. Mən baş ağrısından əziyyət çəkirəm. Şikayətlənirəm də, yəni o mənada. Şikayətlənmək o mənadadır ki, yəni əziyyət çəkmə mənasına şikayətlənirəm. Baş ağrısından şikayətlənirəm, ya da bel ağrısından şikayətlənirəm. Bu mənada of işlənir. Amma nədənsə kiməsə şikayət etmək mənasında complain about olur. Depend-lə on işlənir. Worried with işlənir ifadə. Ona görə bunlar səhvdir. Qalır cavab 1 ilə 2. Yəni cavab oldu Y variantı. Spend money on something. Uşaqlar ifadədir. Mən verdiyim ifadələrin arasında var. Spend money on something. Apologize to somebody for something. Apologize to olmalıdır. Prepare for, borrow from ifadədir. Cavab oldu 3 ilə 4. Sonra she finished the race. O yarışı bitirdi. Despite feeling very tired. Nədir orada? Yorğun hiss etməsinə baxmayaraq. Sonra my nephew got interest in classical music. Interest in. Listen to ifadədir. Listen to. Into cavab A variantı. Sonra nədir? When we saw the famous actress on the stage, səhnədə işlədirdik on, a bunch of flower, bir dənə f ilə. A bunch of flower nə deməkdir? Bir dəstə gül verdi ona. Sonra if the bottle is empty, fill it with. Fill with nə deməkdir? İlə doldurmaq, onu doldur, zəhmət olmasa su ilə. Oh, there is some juice in it. Onun içərisində biraz nə var imiş? Şirə var imiş. Əgər deyir, butulka boşdursa, onu su ilə doldur, zəhmət olmasa. O deyir ki, onun içində biraz şirə var. With in. Cavab oldu nə? Y variantı. Növbətidə nə deyir? Deyir ki, Sarah is looking for the book that once belongdan nə işlənir? To. Belong to ifadədir. Kiməsə məxsus olmaq deməkdir. Look for, axtarmaq deməkdir. Look for, axtarırdı kitabı, hansı ki onun atasına məxsusdur. Nə deyir orada? He spent, o, yəni spend his life yəni deməkdir, həyatını keçirdi, yəni həyatının çox hissəsini. Most of his life, həyatının çox hissəsini dünyanı səyahət etməklə keçirdi. Most of his life, həyatının çox hissəsini. Listen-la to işlənir bilirik. Prod-la nə işlənir? To be fond-la nə işlənir? Of. Listen to, fond of. Sonra I will see you, mən səni görəcəm, səninlə görüşəcəm. In an hour. In an hour. Uşaqlar, inin mənası müddəti nə deməkdir? In 2 hours, in an hour, in 5 weeks müddət deməkdir. Və nədə işlənir bu adətən? Gələcək zamanda işlənir. Sonra she received a beautiful present. O çox gözəl bir hədiyyə əldə etdi. Kimdən? Dostundan. From his friend. Dostundan. Sonra we went for a walk on the beach at sunset. Yəni çimərliklərlə və yaxud da dəniz sahillərinin 10 işlənir demişdik. On the coast, on the shore, on the beach. Amma at the seaside. Günün hissələri ilə biz işlədirik at sunset, at sunrise, at noon, at night, at midnight. Bunların hamısına da at işlədirdik. Cavab oldu nə? Ondan at. We walked home. Biz evə getdik. After the concert because there were no buses late at night. Yəni night-la at night. Burada da konsertdən sonra evə getdik. Çünki necə getdik? Gəzərək getdik. Çünki gecə gec vaxtı nə yox idi? Avtobus yox idi.
Dişlərini hər kəs yumalıdır. Everybody should brush his teeth in the morning, səhərlər. Yenə də əvvəlcə ikinci tərəf oxuyub sonra birinci tərəfə qayıdacağıq. Many families had to move to smaller houses. Çox ailələr balaca evlərə köçməlidirlər. İqtisadi böhrana görə, iqtisadi bir böhranın nəticəsi olaraq. In spite of, despite yenə sinonimdir. Dinində tusu yoxdur. Belə çıxa bilərdik. We will meet at the cafe at the corner around 5 p.m. Uşaqlar, corner sözündə bir dənə şey diqqət yetirmək lazımdır. Corner sözü qapalı yerlərin küncündə onda in the corner olur. Amma küçənin küncündə onda at the corner ya da on the corner olur. Çünki qapalı yerin küncün içidir, amma açıq yerdə küncün içi yoxdur da, yanı var. Məsələn, küçənin küncü deyəndə, məsəl üçün bu küçədir, yəni belə bir şeydir. Yəni küçənin küncün içi yoxdur. Yəni belə bir küçədir. Onda deyirsən ki, at the corner of the street, at the corner of the street, məsəl üçün. Amma in the corner of the room. In the corner otaqda olur, at the corner açıq yerlər. Sonra laugh at, she laughed at his silly joke. O onun axmaq zarafatına güldü. Despite being upset earlier. Baxmayaraq ki, qəmgin idi daha əvvəl. Daha sonra 79-cu sualda we stopped nə deyir orada? Biz qaldıq. The small village. Burada on the way ifadəsidir da, ifadədir. On the way to, bir də var on the way from. On the way to gedən yoldur, on the way from gələn yoldur. İkincidə onu tapırsan, tapan kimi cavab çıxır. İndi sual ortaya çıxır ki, nətər oldu ki, village-lə ət işləndi? Axı village-lə in işlənirdi. Necə oldu burada uşaqlar? Yox, uşaqlar, əgər kənd sözü və ya da şəhər sözü dayanacaq mənasında nəzərdə tutursa, onda ət işlənir. Amma kənddə, şəhərdə, yəni yaşamaq və s. kimi mənalarda nəzərdə tutursa, in olur. Orada stop qaldı, dayandıq deyir, balaca bir kənddə. Yəni orada dayanacaq kimi nəzərdə tuturdu, ona görə. Bəli, onda in olacaq. Başa düşdü? Məsələn, we are living in a small village. Biz balaca bir kənddə yaşayırıq. In. Amma burada stop at a small village deyəndə orada nəyə nəzərdə tutur? Yəni kənddə dayandıq, dayanacaq kimi nəzərdə tutur. Station kimi nəzərdə tutur. At the station demirik. Bu da onun kimi bir şeydir. Ona görə olur at. Her name was listed. Onun adı listəyə daxil edilmişdir. Between the category of best new artist. Yok. Among the category of olmaz da among'la between olmaz da ona göre baxıram ki. Among'la between olsaydı new artists olardı, es olardı. Ondan sonra cəm olardı amma among'la between'dən sonra. Bildim də, onda between'lə among olsaydı, yəni yaxşı incəsənət adamlarının arasında da kategoriyası. Onu deyirəm də, listed under the category of best new artist. Yəni ən yaxşı incəsənət adamı siyahısında onun adı, yəni between olsaydı artist olardı. The category of best new artist. Ən yaxşı incəsənət adamı kateqoriyasında o altında isimlər olur. Yəni orada onun altında, yəni o da qeyd olunur. Listed under. Yəni between and among'dan sonra cəm olmalı orada. O kateqoriyalar arasında. Siz necə? Azərbaycan dilində kimi düşünməmək lazımdır. Onlardakı o düşüncəni Azərbaycan dilində kimi düşünməmək lazımdır. Nədir orada? We
We have been friends. Biz dost olmuşuq. Since our first day. İlk günümüzdən bəri, universitetdəki ilk günümüzdən bəri. At the university. Since our first day at the university. Universitetdəki ilk günümüzdən bəri biz dost olmuşuq. Bitmiş zamandır. Sonra burada da baxırıq. He spoke with a tone. O tonla danışırdı. Of disappointment in his voice. Səsində məyusluq ilə danışırdı. Məyusluq tonu ilə danışırdı. Tone of disappointed. Ha? Yo, in his voice. He spoke with a tone of disappointment. A tone of disappointment nə deməkdir? Yəni məyusluq tonu. Məyusluğun tonu da elə bir. Ofu tapanda in his voice səsində. Səsin içində də. Not in. Deməli, the flight was delayed. Nədir? Ləğv edilmişdir. Texniki problemlərə görə bax gör. Nədir orada? The flight was delayed. Nədir orada? Ləğv edilmişdir. Texniki problemlərə görə. Nəyi texniki problemləri? Nə oldu cavab? Nə oldu? Başım qaçdı. Problems with the plane. Because of technical problems With the planes. Biz indi orada əslində düşünürük ki, off olar, amma variant yoxdur elə bir şey. Yəni what's the problem with you? Məsələn, belə bir ifadə var. Yəni səninlə problem nədir? Az TV'nin tərcüməsində belə deyirlər. Səninlə problem nədir? Yəni sənin problemin nədir yəni? What's the problem with you? What's the matter with you? Yəni sənin problemin nədir? Yəni o ifadədir. Technical problem with the plane. Yəni məsələn Azərbaycan dilində kimi edirəm, düşünməmək lazımdır da. İfadədir. Problem with something. Yəni nə iləsə problem olur. Deyirəm da, deyirəm ki, delayed for üçün, texniki problemlər üçün ləğv edildi. Yəni üçün olanda belə deyim də sənə. Üçün olanda o deməkdir ki, ondan sonra baş verəcək bir hadisədir. Amma because of olanda isə onun nəticəsində bu hadisə olur. Məsələn deyirəm ki, you must study for getting high results. Yüksək nəticələr toplamaq üçün siz çalışmalısınız. Çalışırsan, daha sonra yüksək nəticə toplayırsan. Amma burada isə filan şey olur, onun nəticəsində digər şey olur. İndi burada deyir ki, təyyarə təxirə çalmışdı uçuş. Texniki problemlərə görə, təyyarədəki texniki problemlərə görə. What's the problem with the plane? Jump. Tullanmaq. The cat jumped off the chair and curled up nə? Beside yanında. Curled up beside the pool. Jump off demişdik ki, jump off nə deməkdir? Üstündən yerə. Keçən səfər biz şəkillər çəkmişdik. Məsələn, jump off nə idi? Buradaysan, buradan yerə tullananda olur jump off məsələn. Yerə tullandı. Curled up nə deməkdir? Qıvrıldı. Yəni, yastığın yanında qıvrıldı. I waited at the cafe from the closing time. In the cafe until the closing time. Kafe restorandan uşaqlar, kafe restorandan ət də işlənir, indi işlənir. Kafe restorandan ət də işlənir, indi işlənir. Necə ayrı eləyək? İndi burada yenə dediyim kimi kafedir, restorandır, oteldir, bu kimi yerlərdən həm ət işlənir, həm də indi işlənir.
kafenin içərisində nəzərdə tutanda in olur, in the cafe. Ne bileyim, Amma isimleri yani. kafedə biz yemək yedik deyirsən, məsələn, normal ifadə olaraq at the cafe deyirsən. Nə variantı? B. From the closing time. Bağlanman vaxtdan bəri gözləyirəm kafedə. Kafedə. Kardeşim gözden. Amma mən kafenin içində gözləyirəm bağlanma vaxtına kimi. Daha iyi olacaq. He sat, o oturdu. Maşının içərisində. Yəni maşının içərisində till midnight, gecə yarısına kimi. Sonra burada deyir ki, she carefully lifted the lid. Lid qapaqdır da, qapağı of the pot. Yoxdur axı elə variant. To check the soup. Of the photo. Lead off. Ya orada Of. o liftə görə ofdur da, yəni kənara götürmək. Yəni. Əslində orada bir dənə form var idi. Yəni şeyin nədir onun adı? Qazanın qapağı da. Lid off. Lift off. Lift off. She carefully lifted the lid off the pot. Check the soup. Ya orada bir dənə fıyla daha yoğun gəldi. Başka mənada. Nətə başqa mənada? Pot Pot qazandı, liddəki qapaqdır. Qazanın qapağı. Qazanın qapağını götürdü, qaldırdılar. Of. Bir tane fıyla. Of. İki lafın anlamında belədir. Lead off. Üzərinə kənara qaldı. Zamanı olsa of. Bir dənə fıyla olsaydı qazanın qapağını qaldırdı. Burada isə lid off olanda, yəni liftə görədir. O liftə aiddir burada. Lift qazandan kənara götürülür. The view was beautiful, cloudy weather. Baxmayaraq, yəni pis buludlu havaya baxmayaraq görüntü gözəl idi. He placed the vase, o vazanı yerləşdirdi. Yerləşdirdi stolun üzərində. Between the candles, şamların arasında. Sonra he drove, o sürürdü. On the coast in small village. Along the coast in the small village. To the small village. Drove'a görə də, burada hamısı drove'a görədir. Drove'a görə sürürdü, demək hər ikisi istiqamət olmalıdır. Sahil boyunca balaca bir kəndə sürürdü. Yəni bir kənddə sürürdü yox da, elə ki o sürürdü, sahil boyunca balaca kəndə sürürdü maşını. Elə ki he drove to small village, əslində belədir. Along the coast, sadəcə onu əlavə edib, elə bil ki. Gedirdi kimi, elə bil ki drove orada. Biz balaca kəndə gedirdik, sahil boyunca. Elə bir şey nəzər. By train in my car. By train in my car. Yəni minik vasitələrlə by işlənirdi, təyin edici olanda karla in işlənirdi. Nə? Yox, minik vasitələrin bayaq dedik axı, by. Minik vasitələrlə by işlənir. Sonra look, telegram, look through. Look through mənası o deməkdir ki, nəzərdən keçirmək. Give-in mənası o idi ki, give something to somebody. Give somebody something. Onda heç nə işlənmir. Birinci nəsə gəlib, sonra kimsə gəlində to işlənir. Birinci kimsə gəlib, sonra nəsə gəlində heç nə işlənmir. Açıqdan sonra işin olmur. Açıqdan sonra da sözünü işlənmir. Əgər soruşmaq mənasındadırsa. Ask for var, o ask for var, xahiş etmək, o olur. Amma askdan sonra soruşmaq mənasındadırsa heç nə işlənmir. İndi look through elədi telegramları, verdi onları to me, mənə. Askdan sonra sözünü işlənmir. Yəni burada xahiş etdi ki mənə Mr. Brown'a zəng edin. Askdan sonra to işlənmir. Enter'dan sonra sözünü işlənmir. Birincidə boşluğu tapdın. Sonra when I entered the shop in the morning.
Enter onsuz sözünü işlənməyən feillərdən içində var idi. Enter to Yox, enter onsuz sözünü işlənmir. Enter university. She climbed to the top of the tower. O qalanın ən yuxarısına dırmaşdı. Her fear of onun yüksəklik qorxusuna baxmayaraq, despite, in spite of yoxdur. Many outdoor events were cancelled. Çöldə olan çoxlu tədbirlər ləğv edildi. Gözlənilməz fırtınaya görə, biz oturduq böyük bir çətirin altında. In spite, due to baxmayaraq ki, due to görə deməkdir, in spite of baxmayaraq ki. Sonra the letter was buried, bastırıldı. The pieces of the old newspaper. İndi nədir orada? Ben bir şey söndürebilirim. Under the pieces of old newspaper. Yəni orada deyir ki, köhnə qəzetin altında bastırılmışdır. Köhnə qəzetin altında məktub bastırılmışdır. Under altında da. Yəni orada bastırılmaq ola bilər ki, bəlkə gizlədilmək mənasında nəzərdə tutulur. Interested in. Sonra my brother are interested in various kinds of sport. Bundan da ət. Var mı elə variant? Yaxşı. She removed her shoes. On the chair. She removed her shoes. Remove yerine başka şey yazsa daha net. On the doorway and placed them neatly on the chair. Nada mən də deyim də. From the on the chair onsuz da olur. O ikincidə on olur onsuz da. Sadəcə she removed her shoes from the door. O qapının yəni yol üstündən elə bir ki ayaqqabını götürdü və onu stolun üstünə qoydu. Yəni elə bir ki şeydəymiş də, dəhlizdəymiş, yəni də elə bir ki yol oradan elə cəmaət keçirmiş, oradan götürüb qoyub stolun üstünə. Elə bir şey düşüncə. 200-də I got up very early in the morning and went to the meeting by taxi. Aslında heç nə işlənmir. Deməli, in, by, boşluq. Var mı elə variant? D variantı.